Elə dəfn etdiyimiz qazi qardaşımız ki var idi, o 44 gün müharibə ərəfəsində hazır, qaçırılmaz ölüm idi də, şəhadət idi də, ölüm deməzdim. Amma neynədi? Öz canın, qanın hətta torpaq üçün, cəmiyyət üçün, millət üçün, xalq üçün neynədi? Bizlər üçün fəda etməyə addım atmışdı. İndi təqdir ilahi idi. Şəhadət məqamına ucalmadı. O müharibə şəraitində iki qism döyüşçü var idi da. Bir qism idi, şəhid idi. Şəhidlərimiz idi. Allah cəmən şəhidlərimizin ruhlarını şad eləsin. Digər bir qismi isə şahidlər idi. Şəhidlərimiz ali məqama yuvarlandılar. Getdilər, şəhidlər sərvəri İmam Hüseyn əleyhissalamın cərgəsində öz yerini aldılar. Amma şahidlər isə canlı şəhidlərimiz idi. Bu günləri onlardan biri əlimizdən çıxdı. Təqdir ilahi idi. Bəli, həqiqətən belədir ki, bəzən biz bir şeyi xoşlayarıq, Allahın xoşlamadığı bir şey ola bilər. Və yaxud bunun əksi, biz bir şeyi xoşlamarıq, Allahın xoşladığı bir iş ola bilər. Mütləq şəkildə bir səbəb var idi ki, indi valideynlərinin, ailəsinin, istəyənlərinin duadan istifadə edərək, Allahdan bir münacət edərək istəməli, onun oradan sağ çıxmaqlığı barəsində Allahdan əhd istəməli, Allaha dua etməli və bunun müqabilində qardaşımızın o müharibə şəraitindən sağ çıxmaqlığı və bugün adi bir qaydada dünyasını dəyişməliyini doğrusunu Allahu ələm, doğrusunu Allah bilir. Amma real həqiqət nədir? O onu canlı yaşadı. Şəhadəti öz gözləri ilə, şahidliyi ilə görə neynədir? Bir amal uğrunda, bir böyük bir meyyar uğrunda, tarixdə iz buraxan bir şəxsiyyət kimi qalmaqdan ötürü, tarixin bir igid oğlu, mərd oğlu kimi yaşamaqdan ötürü, qalmaqdan ötürü neynədi? Canım fəda elədi, getdi qabağa. Amma o bir qism dediyim insanlar, bu qism insanlardır ki, ölümü qəbul edir. Mən ölüm deməzdim, şəhadəti qəbul edir. Çünki şəhadətin şahididirlər onlar. Onlar öz getdiyi yolun nə ilə nəticələndiyini bilirdilər. Necə ki, İslam şəhidləri, Kərbəla şəhidləri öz son başına gələcək aqibətin necə olmağını bilə-bilə addım atmışdılar və önə gedirdilər. Bəyəm onların dillərində olan zikri bəyəm bihudə sözləridir. Gəlin səmimi etiraf eləyək. Hamına baxsaq, bütün bölgələrimizdən olan şəhidlərimizin dilində Allah idi, Peyğəmbər idi, Quran idi, Əhl-i Beyt idi, vətənə olan sevgi idi, onun bağlılığı idi. Məgər bu deyildi, belə olmasaydı qələbə ki olmazdı. Nə çox sayı az olan qismlər var ki, sayı çox olan qismlərə qalib qələbə çalır. Daxildə olanı qüvvə ki var, o bağlılıq, vətənə, torpağa, cana, insana, elə, obaya, millətə. O daxildən olan o Allaha bağlılıq möhkəm sarsılmaz bir ip olaraq onu qələbəliyə yuvarlandırır. Odur, istər qazi qardaşımız ola, istər digər şəhidlərin haqqı var boynumuzda. Allaha and verə izzətinə, cəlalına. Allah onların haqqın tanımaqlığı və haqqın əda etməli hamımıza nəsib-i qismət eləsin. Bu qazi qardaşımızın da haqqı vardı üzərimizdə, həqiqətən, hər birimizin. Necə deyərlər, hər birimizin qəlbində özünə məxsus bir yeri tapmışdı. Asan bir iş deyil, qəlblərdə məskunlaşmaqlıq. Qəlblərin fatihə olmaqlıq elə belə bir iş deyil. Allah rəhmət eləsin Hacı Şahin qardaşımızı. Ta onun dəfninə qədər əksəriyyəti, cəmiyyətimizi demirəm o. Mümkündür də, məsələn, toplumlar arasında olsun ki, məsələn, ixtilaflı məsələdə olsunlar onun barəsində. Amma onun dəfnində o izdihamı ki müşahidə elədilər, o sevgini, o qayğını, o məhəbbəti. Hətta onlar da deyir, biz səhvə yol vermişik. Həqiqətən deyir, mərhum bizim fikirləşdiyimizdən qat-qat yüksəkdə bir şəxsiyyət imiş. Əfsus, haçan bildilər, torpağın ağuşuna verəndən sonra nə gözəl olardı, sağlığında biləydilər.